Hamınıza salam dostlar, bugün sizə nömrə GTA 5-in ikinci bölümündən qarşınızdayım. Birinci bölümü dünən qoymuşdum, dedim elə promo ikinci bölümü qoyum. Bəli, deməli, hansı yerdəyik? 2004-cü ildə bank soygunu oldu Northamptonda və Michael öz kimliyini dəyişdirdi və ölü olaraq bilinir bu dəqiqə Michael Conley və Michael DeSanta adı ilə tanıq qoruma proqramına girdi və Dave Norton aracılığı ilə Brad öldü, Michael yaralandı, amma normalda basına Michael öldü, Brad də ömür boyu həbs cəzasına buraxıldı kimi görsənir. Səhv yerə gedirəm. Elə görsənir və bu dəqiqə Michael əslində həyatdadır. Amma Trevor bunu bilmir. Və indi yenə də deyirəm, o repliyi yadınızda saxlayın. O bankda Michael çox havalı bir formada üzünü açan güvənliyə demişdi ki, Michael'ın maskası çıxdı. Bir gündə nə qədər şey unudursan, bunun da onlardan biri olmasına nə deyərsən? Nə olar, gedin, imkan verin, sürün də. Birinci bölümdə Oyunrux yazmışdı ki, Əli yazmışdı ki, maşın sürməyini düzəlib, indi gözləydi. Yox, əslində bu dəqiqə çətin hal. Bunu da vurmuşdum, da oradan gözləydi ha. Görək bu keçəlbaş Johnny'nin qohumun ağarır. Baba, Franklin adamı itəliyir, heç vecinə deyil. Azərbaycanda müdürü sənin qucaqladığı yerdə qucaqlamaz da, Azərbaycanda heç bir müdür məncə qucaqlamaz. Yəni çox yaxın deyilsə qucaqlamaz. İtələsən bir də vəbşə işindən olarsan, burada elə deyil. Ayın elemanı, ayın işçisi şeyini verib Franklinə. Franklinin heç vecinə də deyil ha. Adamın dərdi onsuz da pul qazanmaqda. Təkcə yəni pul qazanmaq üçün bu işin içindədir. Nə deyirsən? İndi baxın, Franklinin veçsizliyinə baxın, Lamar'a baxın. Baba. Göz dəyişəcək paramı. Franklin deyir ki, heç önəmli bir şey deyil, amma Lamar deyir ki, ayın elemanı deyə bir şey varsa o mən olmalıyam deyir. Adamın egosu çox pisdir də. Maybe next fuck next month, Simi. What about today? I demand a retrial. Today is nothing. Just a bike. Hasn't made the payment at all. Some kid at Vespucci Beach. His name is Esteban Jimenez. Is he Vay in the da. gang? Curiously enough, I did not inquire when he Lamar bütün üzü getdi, yəni o söhbətdən sonra. employee of the month. Gedək. Fuck you and come on. Yes, mouse ass. Yox, sən nəyi aynı elemanı eləyək. İndi birazdan motosiklet götürürük. Lamar motosikleti götürüb aparır, deyir ki, Simon'a da deyərsən ki, alınmadı. Sən nəyi aynı elemanı eləyəsinlər? Motherfucker who took the bike that S.A. Fargo's dude with the tattoo on his face and shit. Yeah, that was him. Fuck, homie. I don't want no unnecessary bullshit. Alright? I don't give a shit. There's a reason Simeon pays a couple of mean-looking motherfuckers to come repo this shit. We ain't Girl Scouts. Çox qısqancdır, çox egoludur, çox balıdır Lamar. Görürsünüz də özünüz. Mən bu oyunu birinci oynayanda belə, yəni diyaloglardan çox bir şey başa düşməsəm də bilirdim ki, Lamar çox yaxşı adamdır.
Simeon a funny dude, though. It's gonna be a shame when we get to book his ass. Baxın, burada bu arada bir dakika sorumu aşağı alsam bence yaxşı olar. Hə. Burada əsas olay nədir bu missiyada? Güya motosiklet alırıq, amma Lamar motosikleti götürüb aparır və Simona da alanmadıq deyərsən deyir. Burada yəni bir dənə məqsədi odur ki, Franklinlə Simonun arasını pozsun, amma bir sonraki bölümdə isə ona ehtiyac qalmayacaq. Al sənə bizə spoiler. Niyə mənim içimdən sadəcə bu gəlir bu dəqiqə baxın. Niyə sadəcə bu gəlir içimdən? Sadəcə deyir ki, bura səssizcə girək və motosikleti götürüb çıxaq. Bunlar da Simon'un maşın avtosalonundan böyük ehtimal alıblar və borclarını da vermirlər. Ya da ki Simon öz başına görə, yəni kayfına görə deyir ki, gedin o motosikleti götürün. Çünki hər şey deyə bilər, elə bir adamdır. Amma qabağımdan çəkilsəydin, lap xoş görüntülər olmadı orada. Yoxdur. Bura süperdi amma. Adam deyir ki, sizi gördük, belə eləyirdiniz, elə eləyirdiniz. Lamar'ın bir dənə oyun içində sevdiyim bir dənə replik bu olur. Deyir ki, qısaca özətləyim. Lamar'a deyir ki, sizi gördük, bura girirdiniz, eləyirdiniz. Lamar da silah çəkib deyir ki, bax onu da gördün mü? Bunu partladaq. Böyük bir çoğunluq corbacor olur bunu partladandan sonra. Yerlərini əzbərləmişdim mən bunların. Biri buradandır, biri çatıdandır. Biri o yuxarıdandır. Burada da sağ qalmadı. Adam özünü öldürdü də. Mən bir şey eləmədim. Aha. Oha, tək attım. Normalde kovalamacaya gedirdi ama tək attım. Bəlkə də GTA 5 bitirmə şeylərimin içində, serüvenlərimin içində ilk dəfədir ki, o adamı qovalamadan öldürdüm. Asan da olmuş bu arada. Ama kanı bütün şeyin üstündə deyim, motosikletin. Yuduzdur olayını indi daha yaxşı anlayıram. Normalde düşür şeydən, motosikletdən qovalayanda heç bir şey olmuyor motosiklet. Həmişə də deyirdim ki, niyə yuduzdur bu? Amma indi məsələn haqlı bir səbəb var. Bunu vitrinə qoyduğunu bir dənə düşünün. Gedib alırsınız, motosiklet almaq istəyirsiniz. Və vitrində belə qanlı bir dənə motosiklet var. Və mən çox qəşəng sürürəm. Niyə mənə qoymursunuz qəşəng sürüm? Əlaqəsi yoxdur bu arada. Motosikleti hələ də qəşəng sürə bilmirəm. Çünki bu oyunda yox, ümumiyyətlə yəni oyunlarda heç vaxt sürmədiyim şeylərdən biridir motosiklet, araçlardan. Bir helikopterdə bir motosikleti zəhləm gedir sürməkdən. Velosiped, maşın, təyyarə falan bir şəkildə axır, amma vertolyotla motosiklet heç cür axmır. Bax indi deyir ki, götürüb aparıram, Simon'a da alanmadıq deyərsən. Boy fərqləri çox qəşəngdir amma.
Bir de Franklin de kısa değil ha. 1.80 neçəsə boyu var Franklin. Mehriban düşmənlərdirlər. Simon'dan bir missiya daha eləyək və o missiya deyəsən o düşündüyüm missiyadır. Sual işarəsi yandı, indi onun da yanına icabına baxarıq. Bu pəncərəni yaxşı xatırlayın, tamam mı? Simon buradadır. Yenə birinə maşın satır. Eyni şeydə. Satış stratejisi. James DeSanta, Michael'ın oğlu. O uşağın adı bilinmir hələ də nədir. Jimmy'dir, James'dir, hələ də amma Jimmy'dir deyəsən. Özü adını fake-dən verir də, yəni James falan deyir. Özən görürsən deyir ki. This Big J, aka J-Dog, aka Dangerous J. Şu an bərbad bir tələffüz elədim. Videoda olanda ümumiyyətlə özəl bir danışanmamaq, otistiklik yüklənir. Go to house, get. Michael'ın evinə gör səni nə qarşılayacaq. Hamı elə bilir ki, bu normal bir oğurluq, klasik elə birinci missiyada necə aldılarsa elə alacaqlar. Amma bu adam Michael'dır, Michael. Necə ala bilərsiniz? Michael'ın keçmişi çox samimi. When I discover that you betray me, perhaps. I hear you took the bike for yourself, my employee of the month. Listen, man, me and Lamar's gonna get that back to you, dog. Oh, I am sure you will get this car off the daddy's boy, and then we talk. Insurance Görürsüz, papers say they have a locked Lamar'la garage, so you nə var? Çox tez danış qutardı. do not talk to me about. Lamar'ın elədiyi hərəkət daha doğrusu Franklin'lə Simon'ın arasını pozub. Adam yığıb deyir ki, sən məni arxamdan bucaqladın, sən beləsən, eləsən deyir. Aha gəldik. Bura Michael'ın evidir. Bu arada hekayəni bilməyənlər üçün deyirəm. Bilənlər varsa indi deyir ki, bu nə anladırsa, biz bunu onsuz da çoxdan da bilirik. Adamı çok rahat bir formada. Necə oldu sonucu? Maşın garajdadır. Biz nə etməliyik? GTA oyunlarında klassikdə bonusda. Yəni bir missiya eləyirsinizsə, orada heç vaxt olmayacaq şeylər o missiyanı eləməyiniz üçün imenin orada olacaq. Yuxarıda bizim işə yaramazla o biri çox düzgün yolun yolcusu olan Tracy'nin danışıqları gedir. Danışıqlar yox, dava eləyirlər bildiyin. Ananı. Of. Adamın söylediği sözlere bak yani. Hətta belə deyim də. Aha, baxın. Baxın bu görüntünü yaxşı yadınızda saxlayın. Gələcəkdə qabağımıza çıxacaq. Neyse, o qədər də getməyim. Orada çox ayıb bir şeylər olur. Maşının içini görməyək indi. Güya hər şey normal. Aha, gedirik. Sadəcə aha Simon'a yığır indi. Hey, Simeon, I got the ride, man. I'm coming back. If you actually bring the repossession to me this time, I can have it Hər back dəfə out of the videoya street başlayanda before bu the day səsini is alım done. deyirəm, yadımdan çıxır. Aha, arxaya diqqətlə baxırıq. Bəli, Michael gəldi. Semi-automatic pushed against your skull. Look around. Just keep driving where you're going. Sür deyir. Sadəcə sür deyir.
Bu arada Michael da bəyənir ha davranışımızı. Yəni deyir ki, mən əmrləri sorğulamadan eləyənləri sevirəm. Yəni gəl hələ davamında da deyir ki, gəl bir gün sənə bir dənə bir bakal pivə alım, işlərin də necə getdiyini deyim deyir. Bunu əlbəttə ki söz arasında deyir, amma Franklin də gedir ha bu arada. Çünki adam onsuz da indi işindən olacaq biraz sonra. Yəni məcbur pul qazanmaq üçün gedir Michael'ın yanına və sonrası da o yəqin ki bir sonraki bölümdə. Aha gəldik. Düz şeyin qapağıdır. Sür deyir. Deyir ki, şüşəyə deyir, bərk bir formada sür deyir. Və ya siz o şüşəni deyirdin. Adam deyir ki, yəni Franklin də qorxur bu arada. Çünki başınızın arxasında yarı avtomatik silah var. Maksimum nə reaksiya verə bilərsiniz. Bam. Franklin. What the fuck are you doing? Pul verir Michael. Sənin deyir, neyse davamını demeyeyim. Sən necə Michael'a söyə bilərsən ala kəltoş al. Of, bu zor diye. Tam bu adama layık bir şekilde dövür də. Bam. Ürəyə getdi. Of. Süper diye. Bir de başına belə eləsə tam olacaq. Bir de elə, ne olur bir de elə. Kısacası deyir ki, məni bir də bura gətirtmə. Hə. Biletimi yerdə qaldı. O qapını açmazda da var. Michael hələ də əsəbi və sərtdir. Bu qədər. Michael'dan, yəni uzun bir görevdən getməyəcəm. Elə Franklinə keçim o sual. Sual da nədir? Yabancılar və qaçıqlar olur Türkiyədə. Türk dilində çevirisi. Say again? How the fuck were you fired? Man, it was partly all that bullshit you pulled, and partly the repo's old man making me crash the yeah, if you say Bunlar so. çox danışırsan yalan. Geliyor yabancılar və qaçıqlardan da bir dənə görev eləyək və salam. Bu bölümümüzün də sonuna gələk. 20 dəqiqə tutmağa çalışıram, 20-25 dəqiqə arasında. Çünki çox uzun olanda insanı bayır. Əvvəl boş vaxtlarımızda mən izləyirdim şəxsən Burak oyundan videolarını, amma indi 10 dəqiqəlik video izləyəndə belə adam bunalır ucu. Aha, buradaki çok uygunsuz bir formada dayanan Tonya. Adı Tonya'dır. Franklin'in uşaqlığından. Bu bu oyunda GTA 4'e nisbətən yabancılar, qaçıqlar çox qəşəng tasarlanıb. Çünki nəyə görə? Adamların keçmişinə həm ışıq tutur. Məsələn o maddə var. Onun çox danışmayayım haqqında, onun o bölüm gələndə deyərəm. Burada olay nədir? Heç ara səhnənin çox uygunsuz şeylər danışır burada deyə bilirəm. Tam yadımda deyil, amma burada olay nədir? Bu qadının sevgilisi, Tonya'nın sevgilisi şey xidmətindədir. Neydi olmadı? Hayda. Evakuator. Evakuator xidmətindədir. Necə evakuator? Yəni xarab olan maşınları daşımır, qanunları çiğnəyən maşınları. Məsələn, səhv yerə parkovka eləyən maşınları falan gəlib götürürsünüz oradan. O cür bir işi var. İndi özünün də işi var. Yəni bu iş bizə qalır əlbəttə ki. Tonya bizi görür və deyir ki, aha bu maşın.
Aha. Burada əsas olay nədir? Tonya bizim uşaqlıq dostumuzdur və aralarında bəzi dialoqlar keçir ki, Franklinin keçmişinə işıq tutur və biz daha yaxşı bağ qururuq Franklinlə. Yəni DualSense-dən səs gələndə danışmaq istəmirəm, çünki bütün mənim səsimi bastıracaq dərəcədə çoxdur. Ay, sus da. Copy that. Hi, Tanya. Car's a junker. Been there for days. 10-7. I'm gone. Shit, easy enough for JB to drag his ass out of whatever crack house he laid. Buradan sürürük şəhərin bir fərqli yerinə və eyni zamanda bu görevlərin nəyə qəşəkdir? Xəritəni hal olmasa biraz açdırır. Çünki alternativi çox pisdir. Təsəvvür edin, görev zat yoxdur, xəritəni boş-boşuna gəlsən ki, xəritə açılsın. Mən oynadığım qədərilə deyim, görevlər bitəndən sonra xəritə demək olar ki, 80-85%, 90% açılır. Bu maşını çəkirik. Şüşələr zadı qırıqdır. Böyük ehtimalda qırıblar ki, yəni səhv yerə parkovka eləyib. Amerikada belə şeylər var imiş oradan. Bizdə birinin maşınını ucuz. Direkt yəni məhkəmənin ən ağır yerinə qədər gedərlər. Yəni əslində olması gereken də odur. Yoxsa məsələn adam maşını çəkdi, bunu başa düşdük, bu normaldır, qaydaları çiğnəyib. Amma maşın pəncərələrini falan qırmaq biraz artıqdır məncə. Keçən videodakı biraz robotik formada danışmamın səbəbi də o idi ki, videonu ikinci dəfə çəkdim. Birinci dəfə çəkib qutarandan sonra gördüm ki, səs yoxdur videoda, demək olar ki, yox deyiləcək qədər azdır. Oyunun səsi gəlir, mənim səsim gəlmir niyəsə. Mikrofonla bağlı bir problem idi yəqin ki. Axırı nə idisə, səsim çox pis gəlmişdi. Mən də oturdum videonu ikinci dəfə çəkdim. Bütün istək, hər şey yəni getmişdi doji ikinci dəfə çəkəndə. İstək, doğallıq, təbiilik, hər şey getmişdi. Bak. Всё. Bu kadar. Franklin düştü. New contact Tonya. Bəli, Franklin evinə geçsin. Biz də bu videomuzun sonuna gələk dostlar. Sağ olun. Bir sonraki bölümlərdə görüşmək üzrə. Özünüzə yaxşı baxın.